Ofeliya xanım olubdu qonaq. Ofeliya xanımın səsinə heyranam, onu çox sevirəm. Şəxsi münasibətimiz yoxdur, amma tanıyıram. Yanındakı bəyi şəxsən tanımıram, Rovikin vasitəsilə tanıyıram. Yəni Rovikin səhifəsində görmüşəm, onunla dostluqları var. Bəli, bizim mahnımız bir günə 170 minlik artıq vurubdu. Digər mahnımız elədir. Mən Ülvi ilə olan mahnıma, nə də öz mahnılarıma heç vaxt sponsorluq qoymuram. Bircə dəfə öz mahnımızda qoymuşuq, bu qədər. Bu Ülvi ilə olan duetlərimin heç birində pul yoxdur, pul qoyulmayıb. Əgər hardasa görsəniz ki, sponsor kimi və ya reklam kimi bizim mahnımız YouTube'da və ya başqa platformalarda çıxıb, onu çəkin paylaşın. Yəni, mən bir dənə şey istəyirəm sizdən. Mən bayaqki video yarımçıq qaldı, onun üçün davamını çəkirəm. Mən bir şey istəyirəm sadəcə. Olarmı ki, öz millətimizin uşaqlarının, nə bilim, uğurlarına hamımız bir nəfər kimi sevinək? Olmazmı ki, bunun yanına nəsə qoşmayaq? Yəni, bu paxıllıq nəyə lazımdır? Bu heç yaxşı bir şey deyil. Mən ümumiyyətlə vətənimin balasının uğurunu görəndə öz uğurum kimi qəbul edirəm. Fərqi yoxdur hansı sahədə olur olsun. Bunun yanına nəsə qoşmağa gərək yoxdur. Yenə deyirəm, mən NK Media Nadir Kərimovla çalışıram. Araşdıra bilərsiniz. Mənim heç bir mahnımda, hələ Ülvi ilə olanda ümumiyyətlə 1 manat belə pul qoyulmayıb. Sponsorluğa heç qoyulmayıb. Mənim kütləmin, nə də mənim, nə də Ülvinin buna ehtiyacımız yoxdur. Buna ehtiyacı olanlar eləyir.